Son 3 ay ərzində Gəncə şəhərində baş verən cinayətlərin 95,4%-nin üstü açılıb. Təxminən 7 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb və 5 mənzilləri qarət edən dəstə zərərsizləşdirilib. Bu faktlar Gəncə şəhər Baş Polis İdarəsində keçirilən hesabat müşavirəsində səsləndirilib. Gəncə şəhər Baş Polis İdarəsində cari ilin birinci rübünün yekunlarına dair hesabat müşavirəsi keçirilib. Müşavirədə ölkənin ikinci böyük şəhəri ilə yanaşı, ətraf ərazilərin hüquq mühafizə orqanı rəsmiləri də iştirak edib. Bildirilib ki, yola saldığımız son 3 ay ərzində 172 cinayət hadisəsi baş verib ki, bunlardan 95,4%-nin üstü isti izlərlə açılıb. Qeyd edirəm ki, 172 cinayət hadisəsi qeyd alınıbdır və qeyd elədiniz bəzilərini. Açılma faizi bu il birinci kvartalda çox yüksək olubdur və sevindirici halda ki, bu açılma baş vermiş oğruq hadisələri və quldur hadisələri istizlərlə hamısının üstü açılıbdır. Hesabat dövründə narkotik vasitələrin qanunsuz istifadəsi və satışı ilə bağlı 40 fakt qeyd alınıb. Nəticədə 7 kiloqramdan artıq narkotik vasitə olan marihuana dövriyyədən çıxarılıb. Qəsdən sağlamlığa zərər vurma maddəsi ilə 3, dələduzluq faktı ilə 7, quldurluqla bağlı isə 5 nəfər məsuliyyətə cəlb olunub. Bundan əlavə, mənzillərin qarəti ilə məşğul olan 5 cinayətkar qrup zərərsizləşdirilib. Məhkum olunanların əsasən Rusiyada yaşayan və sonradan Gəncə şəhərinə gələn şəxslər olduğu vurğulanıb. Müşavirədə o da diqqətə çatdırılıb ki, cari ildə bir neçə polis sahə məntəqələrinin tikilib istifadəyə verilməsi də nəzərdə tutulur. Artıq cənab nazir tərəfindən vəsait ayrılıb, son bu 3 gündə artıq orada işlər başlayacaq və həmin bu təzə binaların tikilisi, mən belə başa düşürəm ki, 6 ay, 7 ay müddətinə hamısı təzə binalar təhvil veriləcəkdir. Hesabat müşavirəsində ətraf rayonların polis rəsmilərinin də məruzələri dinlənilib. Həmçinin qarşıda duran vəzifələrin icrası ilə bağlı geniş müzakirə aparılıb. İlham Məmmədov, Sədan Zeynalov, Elmir Həsənov, LTV Gəncə.